Gəlin indi mən burada sizə kreditin hesablanma qrafikində öyrədim. Görək kredit necə hesablanır. O annuitet kredit deyirlər. Annuitet kreditin hesablaması var burada. Nümunəmiz belədir. Təsəvvür eləyək ki, 5 illik kredit götürürük, 100 min. Faizimiz 7%dir. 5 illik kredit götürmüşük, 100 min. Faizimiz 7%dir. Gəlirik annuity table'dan 5 il 7%-i tapırıq. 4,1. Yuvaraqlaşdırma fərqi verməməsi üçün gəlin biz bu 4,1-i özümüz manual hesablayaq. Necə hesablayırıq? Faizimiz bəlli, formulamız necədir bilirik. Cədvələ ehtiyacımız yoxdur bir növ. Amma long term olanda bunu hesablamaqda fayda var. Baxın yoldaşlar, annuity factorlarımı tapmışam. Neçə ildir? Mənə demir 4 il, yox 5 il. 5 il, mən deyəsən 4 götürdüm bayaq. 5 il 7%. 7% 5 il. 4,1. Bax, onların annuity table'lardan bu rəqəmləri özüm manual hesablamışam da present value koeffisientlərini. Necə? 1 üstəgəl 7% üstü 1-ə böldüm, üstü 2-yə, 3-ə, 4-ə və s. Baxın, orada gördüyünüz 4,1 bu 4,1-dir. 100 mini bölürəm bu annuity factor-a. Bax, bu 4,1-ə. Aldığım rəqəm budur. Yəni, mən hər il banka faiz və əsas daxil 24 min pul ödəyəcəm. Bax, bu rəqəmi. 24.389. Proses belə gedir. Bankdan krediti götürdüm. Birinci ilin sonuna qədər qalıq məbləğin 7%-i, yəni 7.000 üstünə faiz gəldi. Hələ ki, elə bilin ki, ödəniş etməmişdən, nə bilim, bir saat qabaq dəftərimə baxıram, görüm nə qədər borcum var. Götürdüyüm əsas məbləğ, üstünə gəlinib faizi olub 107.000 cəmi. Faiz qarışıq əsas. Mühasibat tərəfdən baxsaz, bu 7.000-in double enterisi belə olub. Debit finance cost, faiz xərci və interest expense 7.000, bu getdi P&L-ə xərci olaraq. Credit, interest, liability, faiz, borcu 7.000 balansda. Əsas məbləğdən 100.000, faizdən də 7.000. Bank məndən birinci ilin sonu nə qədər istəyir? 24. Bu 24-ün 7.000-i faizdən silinir, 17.000-i əsasdan silinir. Və ya özümüzü aldatmamaq üçün, rahat olmağımız üçün kredit ödəməmişdən qabaq nə qədər borcum var? 107. Nə qədər ödəyəcəm? 24. 107 çıx 24, qaldı 82.611. Birinci ilin sonunda qalan rəqəm 82.611. İkinci ilin sonuna gəlib çıxıram. İkinci ilin əvvəlində 82.000 borcum var. 82.000-in 7% qədər üstünə əlavə faiz gəldi. 5.700 əlavə faiz hesablandı. Borcum qalxdı oldu 88. Hələ ödəniş ödəməmişəm. 24.000 pul ödədim. 24.000-in 5.700-ünü faizə sildi, 18.000-ni əsasdan sildi. Və ya, belə də baxa bilərsiniz, 88.000 borcum var idi, 24.000 pul ödədim, qaldı 64-ü. İkinci ilin sonunda 64, birinci ilin, daha doğrusu üçüncü ilin əvvəlində olan 64-ə çevrildi. 64.000 borcum var idi, 7% üstünə, yəni 4.000 faiz gəldi, oldu 68. 68-dən 24-ünü ödədim, qaldı 44. Təzdən 44-ün üstünə 3.000 faiz gəldi, oldu 47. 47-dən 22-sini ödədim. Baxın, maraqlı bir məsələ. 5-ci ilin əvvəlində 22.000 borcum var. Bu dəqiqə banka gedib, yəni 5-ci ilin sonunu gözləmədən, aparıb banka desəm ki, gəlmişəm borcumu bağlamağa, nə qədər bağlayım? Mənim müqaviləmdə axı ilin sonuna qədər 24 göstərir. 24 yox,
22.794 versəm, bank sıfırlayacaq mənim borcumu. Yəni ilin əvvəlində hələ ki faiz xərci hesablanmır, ay yoldaşlar, ehtiyatlı olun. Faiz yalnız zaman keçdikcə hesablanan bir şeydir. Bizim banka faiz ödəmək səbəbimiz pulu götürüb özümüzdə saxlamağımızdır. Belə deyim, birinci ilin sonunda, bax bu 24 mini ödəyəndən sonra, nə bilim, illik bonus verdilər sizə 500 min. Deyirsiniz, banka aparım, faizimi də qaytarım. 82 min versəz, bankın pulunu bağlamış olacaqsınız. Əlavə hər il 24 min ödəmənizə ehtiyac qalmayacaq. Yenə təkrar edirəm, sizə faiz hesablatdıran səbəb kredit götürmək yox. Krediti götürüb gec qaytarmaq. Gəlin görə biz əlavə nə qədər faiz ödəmişik? 21 min faiz ödəmişik. Bəs ödədiyimiz cəmi ödənişlər nə qədərdir? 121.945. Elə bil bu rəqəmlə bu rəqəm 100 minin üstünə gəlinsə bir-birini tamamlayar. Bax, bu rəqəm həmən rəqəmdir. Metrolarda və s. elanlarda görürsünüz, FIFT. Faktiki illik faiz dərəcəsi. O birisiz necə hesablanır? Götürdüyünüz məbləğ və ödədiyiniz faiz. Neçə faiz ödəmişsiniz? Əlavə 21% pul ödəmişsiniz. Neçə il ərzində? 5 il ərzində. Neçə faiz? İllik faiz 7 idi. Düzdür? Bax bu 22 bölünür 5 ilə 4.43. Bu olur sizin faktiki illik faiz dərəcəniz. Müqavilədə və ya reklamda yazır 4.39. Banka gedirsən 7%. Hardan gəldi bu 7%? Deyir ki, nə bilim, filankəs müəllim, filankəs bəy deyirlər ən çox. Filankəs bəy, bu 7% effektivdir. Bunun adı 7% effektiv faizdir. Bu isə faktiki illik faiz dərəcəsidir. İllik faizlər, illik ortalama faizdə belə deyək. Bankların müştəriyə demədiyi FIFT. Bunu özümüz də hesablaya bilərik. Amma yoldaşlar, belə deyim də, indi bəzi istisna halları çıxsaq, biznes kreditlərindən danışıram. Biznesmen bu faizi dəfələrlə çox qazanır. Yəni, bundan pul qazanmayan biznesmen o krediti götürmür. Yenə deyirəm, bəzi xüsusi halları çıxıram. Bəzilərimiz ehtiyacdan götürürük və s. indi o halları saymıram. Amma biznes kreditlərində bu pul biznesdə o qədər dövr eləyir ki, sizi əmin edirəm, heç bir biznesmen oradan qazanc qazanmazsa o krediti götürməz. Təkrar deyirəm, istisna halları çıxıram. Nə bilim, ehtiyacdan götürülən, müəyyən maliyyə çətinliyindən götürülən faizləri çıxıram. Sırf həqiqətən biznesə qoyulacaq məbləğdən danışıram. O məbləğlər biznesdə dəfələrlə dövr eləyir deyə o xırda faiz biznesmenin gözünə görünmür. Bu hissədə sualı olan.